Hər vaxtınız xeyir, yoldaşlar. 2026-cı il 5 fevral və 15 mart dövlət qulluğu imtahanlarına girmək istəyən tələbələr bu videoya mütləq baxmalıdırlar. Çünki 11 dekabrda təşkil edilmiş həm səhər, həm də günorta növbəsinin imtahan sualları qarşınızda olacaq. Mən imtahan suallarını kateqoriya üzrə ayırmaq istəmirəm artıq. Çünki BB və BA üzrə imtahanlar eyni saatda AS və AB imtahanları da eyni saatda baş tutacağı üçün artıq demək olar ki, suallar eyniləşdirilib. Əvvəllər də onsuz da ciddi bir fərq yox idi. Eyni bazaya istinad olunurdu. Sadəcə bir neçə mövzuya görə fərqlər olurdu. Lakin indi isə demək olar ki, eyni saatda düşən suallar eyniliyi təşkil edir. Yəni siz ekrandakı sualların BB kateqoriyasına aid olduğunu düşünüb, tutaq ki, mən BA imtahanına gedirəm deyib videodan çıxmayın. Hamısına baxın. Çünki AS, AB, BA və BB-nin proqramında düz 10 ortaq mövzu var informatikada. Məntiqdə isə heç bir fərq yoxdur. Bütün videoları izləyə bilərsiniz. Gəlin sualların izahı ilə başlayaq. 56-cı suala baxıram. Şəkildə verilmiş lent qrupu hansı lent tabına aiddir? Söhbət də Word proqramından gedir. Yoldaşlar, tracking lent qrupu review lent tabındadır. Bu sizlər tərəfindən əzbərlənməli olan detallardan biridir. 57-ci sual çox primitiv sualdır. Azərbaycan məkanına uyğun birinci səviyyəli domen hansıdır? Bu az domenidir. Saytlarımızın sonunda onsuz da siz bunu görürsünüz. Ən azından dim.gov.az-a dəfələrlə daxil olmuşsunuz. 58-ci sual bizim kitabımızda da yerləşən bir sual tipidir. Mən bunu sizə kitabımızdan da göstərmək istəyirəm. Birə-bir oxşarlığını və bu sual tipi həqiqətən də samballı bir sual hesab olunur. Və kitabımızda sual tiplərinin, qəbul tiplərinin hər birinin mövcud olduğunu bilməyinizi və kitablarımızdan yararlanmağınızı istəyirəm. Burada gördüyünüz 93-cü sualın kontenti ilə qəbuldakı sualın kontenti birə-bir eyniliyi təşkil edir. Deyir, yaradılmış qrafik üzərində ardıcıl dəyişikliklər aparılıb. Hər dəyişiklikdən sonra fayl aşağıda göstərilen adlarla saxlanılıb. Nəzərə alın ki, burada 9 dənə fayl cığırı mümkündür, mövcuddur. Deyir, imtahan 1 qovluğunda neçə fayl saxlanılıb? Biz imtahan 1 qovluğunu soruşur deyə imtahan 2, imtahan 3 qovluqlarını siləcəyik. Yerdə qalanların da arasından, baxın, şəkil 1 JPG və şəkil 1 JPG faylları eyni fayllar. Çünki Windows əməliyyat sistemində hərflərin böyük və yaxud kiçik yazılmağının heç bir önəmi yoxdur. Deməli, bunlar bir fayldır. Şəkil 1 BMP isə ikinci fayldır. Bu da şəkildir, bu da niyə fərqlidir? Çünki genişlənmələri fərqlidir. Biri belə deyək, tip xarakteristik genişlənmədir, biri isə başqa tip. Bilirsiniz də, genişlənmələri müxtəlif olan, amma adları eyni olan fayllar müxtəlif fayl sayılırlar. Və yoldaşlar, şəkil 2 JPG ilə də şəkil 2 JPG eyni şeydir. Çünki böyük və kiçik hərflərin önəmi yoxdur. Deməli, burada düz 3 müxtəlif fayl mövcuddur. Cavab D variantı. Yoldaşlar, biz bütün qəbulları, şəxsən mən bütün qəbulların informatika və məntiqlərini sizlər üçün çəkib həmişə YouTube-a qoymuşam. Lakin 2025-ci ilin aprelindən başlayaraq demək olar ki, heç bir müəllim qəbul sualları çəkə bilmir və yaxud nadir hallarda hansısa bir neçə suala sahib ola bilirlər. Demək olar ki, YouTube-da yeganə kanalıq ki, dövlət qulluğu sahəsində təşkil edilmiş bütün məntiq və informatika qəbullarının izahlarını sizlər üçün yerləşdiririk. Burada bizim sizdən hər hansısa bir like gözləntimiz, şərh yazın, bizi sevindirin, kanalımızı paylaşın deyə heç bir xahişimiz yoxdur. Halal xoşumuz. Bu sizlər üçün nəzərdə tutulur. Lakin bunu maksimum səviyyədə dəyərləndirin. Hər bir imtahana girən adam, mən hər imtahanın sonrasında görürəm ki, mənim keçmiş videolarıma yazılıb ki, altına, kaş bu videoya baxıb gedərdim. Elə siz nə qəşəng izah eləmişsiniz, bu heç anda tapa bilmirdim bu sualı, getdim qəbulda rastıma çıxdı. Mən qəbulları tam izah edib
sizlərdən gizlətmədən, sizləri öz tələbələrimdən ayırmadan o YouTube'a yerləşdirirəm və demək olar ki, fevralda qəbul yanvara, dekabra, noyabra çox oxşuyur. Martdakı qəbul fevrala, yanvara, dekabra oxşuyur. Hər qəbul özündən əvvəlki bir neçə qəbulun xülasəsi. O qəbullarda çətin testlərin təkrarlandığı və yaxud digər tiplərin dəyişdirildiyi sual tipləridir. Ona görə sizlərə tövsiyəm budur ki, kanalımdakı bütün qəbul videolarına baxın. Zamanda geriyə gedərək. Məsələn, mart imtahanına gedirsən, fevrala mütləq bax, yanvara mütləq bax, dekabr, noyabra da bax, bacarırsansa oktyabr, sentyabr, avqustda da bax. Vaxtınızı çox almayım. Cədvəlin hansı xanalarını birləşdirmək mümkün? Ya 2 dənə yanbayan xananı birləşdirmək olar belə, ya da 2 dənə alt-alta xana. Alt-alta olanlar şaquli yerləşən, yan-yana olanlar da üfüqi yerləşən demək. Üfüqi və şaquli yerləşmiş xanaları birləşdirmək olar. Yoldaşlar, 60-cı suala baxırıq. Məşhur sualdır. Bununla da bağlı kitabımızda kifayət qədər nümunə var. Buna deyirlər ki, verilmiş düsturu Excel sintaksisində yaz, yəni Excel dilində yaz. Qüvvət həmişə bu işarə ilə göstərilir. 15/4 bu işarə ilə göstərilməlidir. Ona görə B variantı getdi. D variantı da getdi. Y-də gedir, çünki 4-ün üstü 15 kimi verilib bu. Bir də vurmanı biz Excel'də ulduz kimi qələmə vermişik. Ona görə də siz C variantını da silməlisiniz. Cavab qalmalıdır A variantı. Bölməni də slashlə göstərmişik. Deyir, təqdimatı şablon fayl kimi yadda saxlamaq. Çox vaxt tələbələr şablonu standart sözü ilə qarışdırırlar. Yoldaşlar, PowerPoint-in standart genişlənməsi PPTX-dir. Amma şablon POTM ya da POTX-dir. Şablon odur ki, template, yəni yaradılmış, hazır saxlanmış fayllar. Məsələn, Word proqramında standart docx-dir, şablonlar isə .m, .x-dir. İndi 62-ci suala baxırıq. Yoldaşlar, biz imtahana getməmişdən öncə tələbələrimiz üçün sınaq edirik və sınaq onlayn platformu üzərindən olur. Eyni ilə bu sualdan sınağa salmışdıq. Burada bizdən RAM istəyir. Mən isə orada tamam başqa bir heca istəmişdim. Skelet isə demək olar ki, eyni idi. Bu imtahan sualı 2025-ci ildə bir neçə dəfə də imtahanlara düşüb deyə ağır sualdır deyə təkrar-təkrar istifadə edirlər. Deyir, B1 xanasında olan düsturu B2-dən B8-ə kimi xanalara da sürüşdür. Və if funksiyasının cavabı false olan qiymətlərinin cəmini tapın. Yoldaşlar, write A1,3, yəni A1 xanasının sağdan 3 hərfi ramdırsa, baxın, A1 xanasının sağdan 3 hərfi ram deyil, burada ramdır, burada ramdır, burada ram deyil, burada ramdır, burada deyil, burada ramdır və burada da deyil. Sizə deyir ki, false olanları, yəni səhv olanların cəmidir. Harada səhvdir? Birincidə səhvdir, dördüncüdə səhvdir, altıncıda səhvdir, bir də 8-cidə səhvdir. Siz bilməlisiniz ki, if funksiyasında şərt yoxlanılır. Şərt ödəndisə birinci misal, ödənmədisə ikinci misal həll olunur. Bizdən ödənmədiyi halları istəyir deyə ikinci misal həll etməliyik. O da dollar A, dollar 9'dur. Dollar A, dollar 9 aşağıya sürüşdürüləndə də dəyişməyəcək deyə. Yəni elə A9 xanasının qiymətini tapın demək istəyir. Orada nə yazılıb? Count A. Dolu olan xanaları say. A1-dən A8-ə kimi 8 dənə dolu xana var. Deməli, o düsturun cavabı 8-dir. Neçə dəfə bax? 1, 2, 3, 4. 4 dəfə 8 olacaq cavab. 4'ünü də toplasaq, 8 üstə gəl 8, üstə gəl 8, üstə gəl 8, eləyəcək 32. 63. Bu lent tablarından hansı Word-də yoxdur? Yoldaşlar, Word-də əvvəllər page layout tabı var idi. 2010 versiyasında və s. 2019'da design və layout tablarına bölünüb, page layout Word-də yoxdur lazım. 64-cü sualda
Bizim Google Formslarımız var. Tələbələrimiz üçün Google Formslar yaradırıq və orada belə maraqlı suallar, ağırlaşdırılmış suallar veririk. Orada yer alan bir sualdır. Demək olar birə-bir eynidir bu da. F4 xanasını basanda görək nə baş verir. Biz hansısa bir qovluğun daxilində F4 xanasını sıxanda yoldaşlar yuxarıdakı bu pəncərə aktivləşir. Və bu pəncərədə C yazıb klikləsək, C diskinin içərisində nə var, nə yox, hər şeyi görə biləcəyik. Qısacası F4 xanasını seçib, sıxıb, axtarış sətrini aktivləşdirib C yazsaq, C diskinin məzmunu açıqlanacaq. Növbəti sualımız isə 65-ci sualdır. C7 xanasının qiymətini hesablayın deyir. C7 xanasında isə yazılıb count B2, D5. B2-dən D5-ə qədər. Nə? Count. Ədədləri say. 1, 2, 3, 4, 5, 6. Cavab Y variantı. Dırnaqda yazılmış ədədlər mətin sayılır. Bəzi tələbələrə çaşqınlıq kimi gəlib ki, çaşqınlıq yaradıb ki, axı Vüqar müəllim dərslərdə demişdi ki, tutaq ki, ədədlər sağdan yazılır, mətnlər soldan. Bu detal bəzi tələbələrə çaşqınlıq kimi gəlib, amma biz tələbələrimizlə bunu da müzakirə etmişik ki, susmaya görə verilən əmrlər sonradan dəyişdirilə bilər. Mak-ünvan filtrasiyası tətbiq edilən şəbəkədə hansı cihazlara icazə verilir? Yalnız icazə verilmiş mak-ünvanlara sahib olan cihazlara. Bu da informasiya təhlükəsizliyi dərsimizin nəzəriyyəsində birə-bir öz əksini tapıb. Ümumiyyətlə, belə deyək də, dərsliyimizdən kənar bir sual yoxdur. Hamısı nəzəriyyə daxilində suallardır. 70-ci sualla bağlı maraqlı bir nüans olacaq. Dinləyərsiniz. Aşağıdakılardan hansı proqramlaşdırma dilləri deyil? Assembler, Lisp və COBOL proqramlaşdırma dilidir. Lightwave, Maya və Case isə yox. 3-4-6 proqramlaşdırma dili deyil. Konsentratorun təyinatı nədir? Lokal şəbəkələr. Konsentratorun təyinatı ulduzvari topologiyada mərkəzi komuter rolunu oynamaq, komuterlərin bir-birinə birləşdiyi düyün nöqtələrini özündə cəmləmək. Bu da birbaşa tərifdir. 69-da da bu da yenə nəzəriyyəmizdə eyni ilə mövcuddur. Telefonla ünsiyyət quraraq insanlara bəhanə gətirmə, dolayısıyla məlumat toplama və ya normal hallarda etməyəcəyi şeylərə təzyiq edərək inandırmaq kimi hücum növü pretexting adlanır. Çox tələbə wishing-lə qarışdırmışdı telefon sözünü görərək. Yoldaşlar, wishing phishing-in bir növüdür və voice phishing adlanır. Telefonla zəng edərək şəxsi məlumatların oğurlanmasına əsaslanır. Amma burada şəxsi məlumat oğurlanmırlar. Burada təzyiq göstərirlər. 70-ci sual Dövlət İmtahan Mərkəzinin imtahanlarından deyəsən günorta növbəsinə düşən bir sual idi. Düz xatırlayıramsa. Cəmi 200-300 nəfərin iştirak etdiyi bir imtahan idi. Bu BB kateqoriyası üzrə imtahana salınmış sual olsa da buradakı bəzi anlayışlar AS kateqoriyasının proqramında var. Yəni elektron hesablama maşınlarının müxtəlif təsnifatlara görə bölgüsü. Dövlət İmtahan Mərkəzinə müraciət etdik və Dövlət İmtahan Mərkəzi bunu qeydə aldı və dedi ki, doğru deyirsiniz, belə bir yanlışlıq olub. Daha sonra statistikaya baxıldı və tələbələrin %90-dan artığı bu sualı düz yazdığı üçün sualın belə deyək, apellyasiyalı olub da, amma hamı tərəfindən düz yazıldığı üçün müsbət belə deyək də bir xeyri olmayacaq deyə dəyişilmənin heç bir dəyişiklik edilmədi, amma Dövlət İmtahan Mərkəzi proqramdan kənara çıxdığını razılaşdı və bu sualda tələbələrin böyük əksəriyyəti, yəni hansısa bir sualı %90-ın düz yazmağı o deməkdir ki, bu sualı həqiqətən də dəyişməyə ehtiyac yoxdur. Yəni, onun cavabını dəyişərək də heç bir uğur qazanmayacaqdır. Onsuz da 5-10% tələbə, yəni təxminən deyək ki, bir 10-15 tələbə, imtahana girən 10-15 tələbə cavabını səhv yazıb, onların da ümumi nəticəsinə baxanda görünür ki, onlar ümumiyyətlə informatika oxumayanlardır.
Kısacası bu sual AS'nin sualı idi, amma çaşıb BB-yə salmışlar. İşləmə prinsipinə görə kompüterlər analog, rəqəmsal və hibrid, təyinatına görə kompüterlər universal, problem yönlü və ixtisaslaşmış, qabarit ölçülərinə görə isə super, mini və mikro olmaq üzrə müxtəlif hissələrə bölünürlər. 71-ci sual. Windows 11 əməliyyat sistemində hansı pəncərə tipi yoxdur? Atribut pəncərəsi deyilən bir şey yoxdur. Tətbiqi proqram təminatına aiddir. Ekspert sistemləri və inteqrallaşmış paketlər. Tətbiqi proqram paketinə aiddir. Və burada da eyni kommunikasiya protokolları ilə işləyən şəbəkələr arasında əlaqə yaradan körpüdür, bridge'dir. Onlar bridge, yəni körpü, müxtəlif topologiyalı, lakin eyni kommunikasiya protokollu şəbəkələr üçün nəzərdə tutulub. Marşrutlaşdırıcı isə müxtəlif topologiyalı, elə müxtəlif protokollu şəbəkələr üçün nəzərdə tutulub. Ümid edirəm ki, sizlər üçün faydalı oldu. Biz növbəti videoda isə sizin üçün yanvarda təşkil edilmiş imtahanların məntiq və informatikalarının bütün suallarını yerləşdirəcəyik. Daha sonraki videolarda isə maraqlı yeni bir neçə sual tipi və həmçinin fevral imtahan suallarını da görəcəksiniz. Salamat qalın, hamınıza uğurlar.